second part of the propositions, proportional nədən adı? Yəni expressions. İkinci hissə arkadaşlar, oran orantının, yəni nisbət tənasibin ikinci hissəsi. Çox basit bir sual, 7-ci sinif suallarından Bayram izah eləyəcək. Kres na kres da. Hı -hı. Rəşad, buyur. Burada ben normalde bir şey bilmiyorum. A üstə gəlib bir bölünsün 12-ni şeydir ve oradan 2 düstur K'ya beraberleştirirəm. Sonra onları topladıktan sonra alıram hələ sonra. Evet, 3 cür müxtəlif şeylər demək olar. Ən gözəli mənimlə çarpaz vurmaqdır. Buyur başım. Beraber artı B. Beraber donmuş. Çünkü sonuçta yine dekləmə gəlmir də uşaqlar şeye gedir. Amma burada 3-ə getməliliyi bəzən uşaq üçün hər zaman belə şey eləyirlər. Yəni türklər bunu bilirsiniz niyə belə eləyirlər. Yəni çalışın ki həmişə сокращение neydi namik Rusca? Cancellation in English. İxtisar eləmə. Hər zaman ixtisarlayıb küçük rəqamlarla dərs izah eləmə hər zaman ona görə önəmlidir ki çocuklar. Hər zaman ona görə önəmlidir ki daha sürət. 80 soru teoriyasında 100 dakika. Bu arada teoriya kayıtlarından keselim 11 ders. Ha? Ha, teoriya kayıtlardan keselim, son anı yığışdırmayalım. Onun üçüncülər də özlərini yoxlamaq istəyənlər Zeybə xanıma yaxınlaşıb kayıtdan keçə bilirlər. A üstə gəlib B 4'dür. A çıxıb B də nədir uşaqlar? 5'dir. Tərəf tərəfə toplayanda 2A bərabər 9'a. Bu şəkildə. Mən amma hər zaman bunun bu şəkildə bəli tarafındayım. Çünki nisbət tənasibi uşağa möhkəmlətmək üçün. Çarpaz vuranda bu tərəf atanda A bərabərdir mənfi 9B'yə. A'nın da yerinə mənfi 9 yazanda, B yazanda B'lər getdilər mənfi 9. En güzeli buydu. Everybody, I think you understand me, yes? Ali Gül Mehmetov, do you have any question? No question. Next one. Next one bir ne demeydi? Next one. Bu çok güzel bir soru. Birinci sözü verim Anar'a. Anar necə eləyər onun sualı? Yani bunlar şeydir abi. Bu A 3'e beraberdi, B 4'e beraber. Ayırdı yani. Ama başka bir beraberliğinde de B var. Başka Çarpaz bırak ilk önce. 4A beraber de 3B'ye, 4B beraber de 3S'ye. Evet, çok uzun uzadı bir yola gitti. Səhv demir. Buyur Aysun Hanım. Necə bildin? Şimdi tabii anlamadınız niye Kuba yükselttiğini dedi. Aslında bunun çok sade bir şekilde izahı belədir. Müəllim, sevgili hocam, her bir beraberliği A bölü B, B bölü C bölü D 4'te üst değil mi? Ben ayrı ayrı yazdım. Ayrı ayrı yazıp bir Namik'e dedim ha Namik. Yeni sas stiliyle gelip derse. Eşitirsiniz mi? Ayrı ayrılığı da noktalara getirende bir var nok, bir de var mok. O moka o kofez adıydı. O başka şeydir. Eşitirdiniz mi Bayram? Ay Bayram. Buradasın mı? Aha. Ayrı ayrı getiren değil, eşitleyen değil ne olacaktır? Bir tane, iki, nesi tane beraber eşitliği varsa yani birbirine vurur. Yani hocam ne demek istiyorsunuz? A, B, B, C, C, D. A'dan D'ye tullananda ne olur uşaqlar? 4'te 3'ün kubu olur. Yani 27 bölünsün 64. Yani siz bunun ispatını bunları tane tane ayrı ayrı da yazabilirsiniz. Everybody, do you understand me? Hüseyin Başdön. Nətər izah eləyirəm? Bezdirəcəm səni bu günləri. Bunu düşünün, bir dənə digər sinifə bir dənə bir elan verim, gəlin. Bunu öz-özümüzdə hələ ki düşünəlim. Öz-özümüzdə, ürəyimizdə.
Geldim. Anybody explain it? Allah'ım neydi günahım? Kimiz aileme istəyir? Hı hı. Aslında Ben biraz önceki sorunun benzeridir. Kumru Hanım söylemek ister misiniz? Hadi bu kulak asmadık. Reşat'cığım sen? De. Birinci artık beğenir. Böyle. 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 İsteyenler kanunda nisbətləri götürüp yerine koyarlar. It is not important. No difference between them. İngilizce bilir uşaqlar, düzdür? No difference ne deməkdir? Fərqi yoxdur yəni. Hə. Amma açıq B-nin yerini 3 qoyuram, A üstəgəl B-nin yerinə 5 qoyuram, qiymətlərini tapıram. Amma mən hər zaman qorxaq bir insan olduğuma görəm. Yəni bəzən Türklərin bu misallarında, oran nisbətlərində simplifications will be nədən adı çüt-çüt nədə ruslar demişkən çüt-çüt yəni yüngülcə belə şeylik ola biləcəyinə görə qardaş bilirsən nə var? Yo çarı. K deyirəm. Açıq B bərabərdir 3K-ya. Nə olur nə olmaz Aysun. A üstə gəl B bərabərdir 5K-ya. A üstə gəl B üstə gəl C bərabər nəyə? 7K-ya. Hocam A üstə gəl B burada verilmiş ki, düzdür? 7K oldu, 5K olduğuna göre C bərabər oldu nəyə? 2K-ya. Düzdür mü? Bunlar da tərəf-tərəfə toplayanda 2A bərabərdir. 8K. A nəyə bərabərdir? 4K. B de olur nə K? Все. Bizə mütənasiblik istəyir. A nədir? 4. B nədir? 1. C nədir? 2'dir. Все. 4, 1, 2. Yani C bəndi. Ümid edirəm ki, adım kimi özünüz bağışlıyorsunuz. Bayramçık, do you understand? Понятно? No problem. Reşat Qasımov, sen de hə eləyirsən, sonra suallara cavab verəm biz. Aha. 12 necə eləyər Reşat Qasımov? A, C'nin yerine 2 qoyuruq, B və D'nin yerine 1 qoyuruq. Bu oğlan bir dənədir. Bu oğlan bir dənədir. Hı -hı. A ve C'nin yerine buradan 2, 2, 1, 2, 1, 1, 2, 3. Yani A bəndi. Sen başlayın. Ha, 13 de var imiş aşağıda. Aynısı çözmüyorum. A'nın ve C'nin yerine 3 koyuruq. Sonra hadi A'nın C'nin yerine 3 koyuruq. B'nin D'nin yerine 1 koyuruq da. Ha, necə? Bəli, 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 bəli. Qəşəng suallar var tabii ki. Hı. Anybody? D. Namik. Neler bildin onu? çünkü 2'de 1 3'ten 6 defa kiçikdir. A'da 2'de 1'de B'de 3'de 6 defa böyüdür. Deməli böyle A'dan 6. Bir daha söyler misin necə? 3 2'de 1'den 6 kat bölüştür. He, başa düştüm sen onun necəsə. Bak birinci ile ikincinin Namik'in dediğini laf açıklamasıyla yazım. Burada müsbət daha, hamısı müsbət ədədlərdir Aysun. Şimdi birinci ile ikincini taraf tarafa bölsəm, olacağına A bölü B bərabər nəyə? 1 bölü 2 bölünsün isə 1 bölü 6'ya. A'nın B arasında belə bir əlaqə quruldu da. Deməli A kiçikdir B'dən. Düzdür yoxsa yox? Bayram başlıyorsan da. Hı -hı. İkinci ile üçüncünü taraf tarafa bölsəm nə olar? C bölü A 3'ü böləndə 4'te 5'i olacağına ikinci tersine çevrilecek 12 bölü 5 olacak. O zaman A da kiçikdir nədən uşaqlar burada C'dən? İndi B ile C'ni müqayisə eləmək lazımdır. Zaten A kiçikdir olan ya bu qaldı ya da bu qaldı. Deməli birinci ilə üçüncünü bölərəm. A'lar getdilər.
C bölü B bərabərdir. 2'də 1 bölünsün nəyə uşaqlar? 4'də 5'ə, düzdür? O da olacaq 1 bölü 2 vurulsun 5'də 4'ə. Bu da getdi 2 qaldı. Yəni 2 bölü 5 qaldı. Hansı böyüdür uşaqlar? C B'dən kiçikdir. Elə buradan davam elədim. A, C, B, yəni C şık. Nətərdir? Necəsiniz? Hmm. Özüm bir kiçik bir fasilə verdim ki. Necə? Evet. Birinci en böyüğe baxıram ifadelerden. Hı. Sonra ondan sonra böyle sıralayıram. Mesela en büyük birincinin ikincisinde hansı varsa mesela B Hı. var da orada. Hı hı. B en büyüğü demeli. Hı hı. Ona böyle o birler böyle eleyebilirim. Hı hı. Çok güzel. Hakikaten de. Çok güzel dedi. O zaman. 15-ci sual. Çox müqayisələrdə, sadələşdirmələrdə çox da şey olmayacaq. Çox güzel bir soruya gəldik. Hüseyin de, necə eləyərik? Hüseyin təzə gəlib ona görə. Bayram necə eləyərik bunu? Hı? Anar necə eləyərik? Kimi yadına düşdü? Qardaş, A'nın yox ilə toplamağı. Elə yox. Arada A'nın B'nin C'nin yerini. Burada görürük ki bize A, B, C lazımdır. Tamam mı? Onu elə yerine yazırıq. Hepsi və salamdır. Bir saniye. Hı hı. Şimdi bakın A, B, C'nin yerine koymak lazım değil. A beraber neye? 15 bölü X'a. B niye beraberdir? 15 bölünsün Y'e. C niye beraberdir? 15 bölünsün neye? Z'e. Understand or not? Hı hı. Aparıb yerine koyanda biri bir kəsirə böləndə nə olurdu? Kəsir tərsinə dəyişirdi. Yadınızdan çıxıb deyəsən. Aha. Olacaq nə? X bölü 15. Üstə gəlinsin Y bölü 15. Əli imanlı buradasan da yəqin ki. Bəli, mənbə. Z bölünsün 15. Bərabər neçəyə? 3'də 1'ə. Ortaq məxrəc 15 olanda X plus Y plus Z bərabərdir adına tretyi. 15 ilə 3 gedir 5 qalır. Buna çarpaz vuranda eləyir nə 5. Did you understand me? Ozeyrum 16. Bu lisensiya testi deyəsən. Ortaq məxrəcə gətirib tərəf-tərəfə vurma, bölmə. Çox kolay idi. Ortaq məxrəcə gətirib tərəf-tərəfə bölmə. Gözlərim qaşındı. Aha. Ortaq məxrəc nədir? Burada ayanar. 5B. A, B, Aha. üstə gəl 1, 1 diğerinde de 5 A, bərabərdir 3. Əsəbləşmə bir dəqiqə. Sonra 5AB üstə gəl. 5 A, məxrəc 5 5'erdir. bağışla bir dəqiqə. Ortaq 5A'dır. Yuxarı 5AB üstə gəl. 1 bərabər neçə 6-ya? Tərəf-tərəfə böləndə 5A getdi yuxarıya, bölünsün 5B'yə. Bərabər niyə? 3 bölü 6-ya. 5'lər gedir, 3 ilə də 6 gedən nə qalır? 2 qalır. Deməli A bölünsün B nədir? Ay uşaqlar burada. 1 bölü 2'dir. A'nın yerine 1, B'nin yerine 2 qoyur. 2'nin kvadratı 4.
A'nın yerine 1, 1'in kvadradı 1. 2'nin de 1'e vuranda 2 edir. 4'ten 1 çıxan nə edir uşaqlar? Ya üstü qazanasınız 3 bölü 2. Yəni D bəndi. Ay mənim Rəşad balam başladım mən. 17-ci. Hı -hı. Bakar mısınız? Bunun həllinə baxaraq kim şifa edə bilər? Orada bir dənə probunu eləyəndən sonra həmən alınır. B'ye böler. Bax, bir tanesini Hüseyin. Hüseyin biraz önceki misal başladın. Hı. Bax, bir tanesini tərəf-tərəfə vuranda, bax, bir dənəsini vuraq. A'lar getdi. B'lər getdi. Nə qaldı? C kvadrat bərabər neçəyə? 6-ya. İndi buradan sırası nəyi görürəm? Görürəm ki, hər iki dənəsini vurduqca bir dənə kvadrat alınır. Anlatabildim? 3 için 6. 3'ü 1'e vuranda 3. 2'nin de 1'e vuranda 2. 9, 11 yani ne? D variantı. Bu imtihanda oturup 2 saate her birisini tərəf-tərəfə vurup saniye. Ona göre saniyeye göre kimse orada boş yere saniyeleri yazır. Yazmaya oturup komedi çıkartmaya ihtiyaç yoktur. Anlatabildiğim bak süratli yani şagirdi daha hızlı çocukları öğrencileri bu şekilde belirliyorlar Namikçik. Başlayın. Yani orada bir tanesini probably if you do it sonra görürsen ki ben niye onları 2 saat yazmalı.